Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Stop Narkotik Aza verilən məlumata görə tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marihuana və heroin aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib, araşdırmalar aparılır. Bundan başqa polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 12-sində ümumi çəkisi 34,3 kiloqramdan artıq narkotik vasitə və 130 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu barədə Stop Narkotik Aza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında 14 kiloqram narkotik vasitə aşkarlayıb. Bu barədə Stop Narkotik Aza Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Binəqədi rayon polis idarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marihuana, psixotrop tərkibli tramadol və pregabalin həbləri aşkarlanıb. Sabunçu rayon ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər Həsənov, Əsgərov, İbadov, Mənsurov və Xudaverdiyev saxlanılıblar. Onlardan da ümumilikdə 7 kiloqram marihuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar aparılır.